Əməkdar artist tanınmış rejissor Nicat Kazımovun oğlu Sənan Kazımov evlənib. O həmkarı gənc tamaşaçılar teatrının aktrisası Aygün Fəthullayeva ilə ailə həyatı qurub. Cütlük ötən gün rəsmən nikah bağlayaraq bu barədə görüntüləri sosial şəbəkələrdə paylaşıb. Qeyd eləyək ki, onların nişanı bu ilin avqust ayında baş tutub. Sənan və Aygünün toyu isə bu ay keçiriləcək. Onu da bildirək ki, Sənan Kazımov Soyuq Günəş filmində yar mərd obrazı ilə tanınır. Azərbaycanlı model Rüstəm Cəbrayılov 3-cü dəfə ailə qurub. O, Rusiyalı aktrisa Yuliya Kineberglə evlənib. Rüstəm bu barədə sosial şəbəkədə məlumat yayıb. O, nigah fotolarını paylaşaraq, "Yaxşı ki, həyatıma gəldin" sözlərini qeyd edib. Məlumat üçün bildirək ki, bu modelin 3-cü evliliyidir. Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər və axşam bəzi yerlərdə çiskinli olacağı ehtimalı var. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, havanın temperaturu gecə 9-13 dərəcə isti, gündüz 15-18 dərəcə isti olacaq. Azərbaycan rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısa müddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərə qar yağacağı ehtimalı var. Gündüz qərb rayonlarından başlayaraq yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq, qərb küləyi əsəcək. Havanın temperaturu gecə 8-11 dərəcə isti, gündüz 16-19 dərəcə isti, dağlarda gecə 0-4 dərəcə isti, gündüz 4-8 dərəcə isti olacaq. Noyabrın 15-də Daşkənddə Mərkəzi Asiya dövlət başçılarının 7-ci məşvərət görüşündə iştirak edən dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub. Bu barədə Azərbaycan prezidentinin mətbuat xidməti məlumat yayıb.